Burada da bir otağımız var, hansı ki qonaqlar gələndə gördüyünüz kimi belə bir otaqdır. Və Namidin deməli oturduğu otaq bu olub. Yəni də. Ancaq mən sizə bir dənə söz deyim. Elə adama xoş gələn, adama elə necə deyirlər, motivasiya verən, o deyir, o köhnə vaxtdan gəldiyi, məsələn, gör illərin burada keçib və bu günləri həmin yerdə uğurlu yerin götürdüyün, təsəvvür elə ki, bura neçə kvadratdır? Maksimum 50 kvadratlıq, 50 kvadrat metrlik yerdən sən keçirsən indi ümumi hardasa bir 3800 kvadratda olan yerə. Bu da böyük bir nəticədir, göstəricidir. O da nəyin göstəricisidir? Ancaq əziyyətin. İnsan əziyyət çəkəndə hər şeyə nail olur, qardaşım. Əla, gördüyünüz kimi, bax, Namidin yeri buradır, balaca yeri orada olub, sonra bura eləmirsən də, belə otaq kimi. Olaraq düzəltmişsən. Düzəltmişsən. Keçmişik, burada oturmuşuq.